Bir dəfə Süfyan Thawri'nin yanına daxil oldum. Tabiinlərdən biri ya da ətba tabiinlərdən biri. Süfyan Thawri bilirsiniz ki, həm alim, el-imam fil hadis, həm də ki zahid, el-abid, abbad, yəni gecələri təhəccüddə keçirən, təhəccüddə gecələyən, gündüzləri az qalıb hər gün oruç tutan belə bir abid, alim, el-amil. Bir gördüm ki, onun evində halva var. Çox ləziz, nəfis bir halva var. Dedim, ya imam, bu halva burada nə edir? Deyir, nəfsimin mükafatı olaraq qoymuşam. Nəfsim ki, mənə tabi oldu. Onu özümə ram elədim. Gecələri qalxdı, gündüzləri oruç tutdu. Onu elə günə qoydum. Təşəkkür əlaməti olaraq. Dedim ki, sən mənə tabi olduğuna görə bu da sənin halvan. Hərdən səni mükafatlandıracağam. Görün necə tərbiyə işləri gedir. Allahu Akbar. Nəfis bir sinəyə bənzir, qardaşlar. Yəni, cilovu əlimizdən qopmuş vəhşi, hələm də alışmamış bir at balasına bənziyir. Ata bənziyir. Vəhşi ata. O bizi minib çapacaq. Ayaqlarının altında tapdalayacaq. O bizi məhv edəcək. Biz onu idarə edə bilmirik. Bu kimdir? Bu hansının məsələdir? Yəni, nəfsinə tabi olmuş məsələdir. Nəfsi onun nə istədiyini elə bilir. Nəfsini özünə ram etmiş, onu tərbiyə eləmiş, onu həbs etmiş. Səbir mədrəsəsində, səbirdə onu öyrətmiş insansa, tamamilə əhlilənmiş ata minən bir rakib kimidir, bir faris kimidir.